İnformatikadan qrafla bağlı bir sualın izahına baxaq. Sualda qeyd edilir ki, verilmiş qraf informasiya modelinə əsasən bir təpəsindən 7 təpəsinə neçə müxtəlif yolla getmək olar? Baxırıq bir təpəsindən başlayırıqsa, 1-dən 2-yə, 3-ə və 4-ə yollar gedir. Yəni, oxlar şəklində qeyd edilib, istiqamət bildirir də bu oxlar. Həmin bu oxların üzərində biz əvvəlcə nə edirik? Qeyd edirik ki, baxaq görək 1-dən 2-yə, 3-ə, 4-ə və 3-ə və 4-ə yollar neçə dənədir oxlar? 1 dənə. 2-yə biri daxil olursa, deməli biri də çıxmalıdır. Yəni, hər oxların üzərinə 1 yazırıq. 3-ə baxırıq, 3-ə hələ baxmayaq. 4-ə baxırıq, 4-ə də biri daxil olub, amma biri də daxil olub buradadır. Bunu nəzərdə saxlayırıq. 3-ə daxil olanlar hansıdır? 1-dən və 2-dən. Neçə dənə daxil oldu? 1 və 2. Hərəsindən bir dənə ox daxil olubsa, həmin oxlarda yolun istiqamətini bildirir, onu da qeyd etdik. 1-in üstə 1 gəlir, 2. Deməli, 3-dən çıxan yolların hər biri 2 olacaq. Və 4-ə baxırıq. 4-də baxırıq ki, 1 ilə 2 topladıq, 3 etdi. Deməli, 4-dən çıxan ox 3 olacaq. Sonra 5-ə baxaq. 5-ə neçə dənə ox daxil olur? 2-dən və 3-dən gələn yollardır bunlar. 1 ilə 2-nin cəmi 3 eləyir. Deməli, 5-dən çıxanların da üzərinə 3 yazasıyıq. Sonra 6-ya baxırıq. 3, 2 və bir dənə də 3. Cəmi neçə etdi? 8 etdi. 8 də buradan daxil oldu. Və 7-yə daxil olan yollar 3-ün üstünə 8 gəlirik. Neçədir? 11. Deməli, bir təpəsindən 7 təpəsinə 11 müxtəlif yolla getmək mümkündür.